Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu müxtəlif mühitlərdə elektrik cərəyanı olan bölmədə elektrolitlərdə elektrik cərəyanına aid olan testlərin izahından ibarət olacaq. Keçək testlərimizin izahına. Baxaq bir nömrəli testimizə. Elektrolitlərdə elektrik cərəyanını hansı zərrəciklər yaradır? Elektrolitlərdə elektrik cərəyanı yaradır müsbət mənfi iyonlar. Sonra K vurulsun Q ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Bu elektrolizin birinci qanunudur. Yəni M bərabərdə K vur Q olacaq. Elektrod üzərində ayrılan maddənin kütləsi olur. Y variantı. Sonra 3-də M bölünsün K ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Baxın, bu düsturdan elə tapsaz nə olur? Elektrod üzərində ayrılan elektrolitdən keçən yükün miqdarı. Baxaq 4 nömrəli testə. Deməli 4 nömrəli testdə verilib M bölünsün K vurulsun T. Burada M'in yerinə biz yenə M bərabərdir KQ düsturundan Q'nun da yerinə I vur T yazırıq. Məxrəcdə də K vur T var. K'lar, T'lər gedir qısar, qalır I. Deməli I də nədir? Cərəyan şiddəti. Elektrolitdən keçən cərəyan şiddəti. 5 nömrəli testdə elektrokimyəvi ekvivalentin vahidi. Düsturdan M bərabərdir KQ-dən K'nı tapırıq. Yəni K bərabərdir M böl Q. Kütlənin vahidi kiloqram, yükün vahidi də kulon olur. Elektrokimyəvi ekvivalentin vahidi olacaq nədir? Kiloqram bölünsün kulon olur. Y variantı. Sonra 6 nömrəli testdə elektrolitdən cərəyan keçərkən oksidləşmə reduksiyaları nəticəsində elektrod üzərində ayrılan maddənin ayrılma prosesinə adlanacaq elektroliz prosesi. 7 nömrəli testdə hansı fiziki kəmiyyət ədədi qiymətçi elektrolitdən deməli 1 kulon yük keçən zaman, deməli yükün qiymətini bizə verir 1 kulon. 1 kulon yük keçən zaman elektrod üzərində ayrılan maddənin kütləsinə bərabərdir. M bərabərdir KQ düsturunu yazırıq. Deməli Q'nu 1 verib, deməli M nəyə bərabər olur onda? K'ya. K da nədir? Elektrokimyəvi ekvivalent. C variantı. Baxaq, deməli 8 nömrəli testdə elektrolitdə iyonun kütləsinin, yəni M0-ın iyonun kütləsinin iyonun yükünə olan nisbəti bərabər olacaq nədir? Elektrokimyəvi ekvivalentə. M bərabərdir KQ. Sonra 9. Elektroliz zamanı verilmiş elektrolitdə ayrılan maddənin kütləsinin elektrolitdən keçən yükün miqdarından asılı qrafiki. Düsturu yazırıq. M bərabərdir K vurulsun Q düsturu. Burada M Q ilə düz mütənasibdir. Doğru cavabımız olur. D variantı. Sonra 10 nömrəli testdə də M bərabərdir K vurulsun, I vurulsun. Nə yazırıq? Delta T. M burada delta T ilə nədir? Düz mütənasib. B variantı. 11 nömrəli test elektroliz zamanı verilmiş elektrolitdə ayrılan maddənin kütləsinin cərəyan şiddətindən asılı qrafiki. Qeyd etdik ki, elektrolitdə ayrılan maddənin kütləsi cərəyan şiddəti ilə düz mütənasibdir. Doğru cavabımız olacaq nədir? C variantı. Sonra elektroliz zamanı elektrodlar arasındakı gərginliyi 2 dəfə artırdıqda maddənin elektrokimyəvi ekvivalenti necə dəyişir? Elektrokimyəvi ekvivalent deməli gərginlikdən, yəni M bərabərdir K vurulsun Q düsturundan biz M bərabərdir K vurulsun Q, yəni bu düsturdakı kəmiyyətlərdən asılı deyil. Ona görə gərginlikdən də asılı deyil, elektrokimyəvi ekvivalent dəyişməz. 13 nömrəli testdə elektroliz zamanı elektrodlar arasında oxşar tipli testi. İndi deyir ki, gərginliyi azaltdıqda, yəni elektrokimyəvi ekvivalent nə etməz? Dəyişməz. Baxaq 14 nömrəli testdə. Deməli 14 nömrəli testdə elektrolit məhluldan 60 kulon yük keçdikdə katod üzərində nə qədər mis ayrılar? M bərabərdir K vurulsun Q düsturunu seçirik. Buradan deməli 60 vurulsun, K'na da verib 0,3. 0 ilə vergili silsək, deməli 6 vur 3 neçə alırıq 18 milliqram. Sonra verilmiş maddənin elektrokimyəvi ekvivalenti hansı ifadə ilə təyin olur? Elektrokimyəvi ekvivalent, baxın C düsturu. 1 bölünsün Y vuruna, molyar kütlə bölünsün valentlik. Sonra elektrod üzərində ayrılan maddənin kütləsi hansı ifadə ilə təyin edilir? M bərabərdir K vurulsun Q düsturunda. Q'nun yerinə I vur T yazırıq. Baxın burada K'nın yerinə, baxın burada K üçün aldığımız ifadəni gətirib yazırıq. Və alırıq, baxın hansı düsturu. Baxın bu düsturu alınır. Elə burada da C variantı. Deməli M bölünsün N, Y. Baxın bunların hamısını bir kəsirdə yazır. Bir dənə bura nə alır? I vurulsun nədir? Delta T. Baxaq 17 nömrəli testdə. Deməli 17 nömrəli testdə W vurulsun K bölünsün M. W burada həcmdir. Daha doğrusu W burada enerjidir.
Elektrolitdə sərf olunan enerji düsturu W bərabərdir M vurulsun M vur U bölünsün K. W'nin bu qiymətini, yəni enerjinin qiymətini gətirib burada yerinə yazsaq, yerdə nə qalır? Gərginlik. Baxın, burada deməli cavab B variantı. Keçək növbəti səhifədə. Növbəti səhifədə də yenə baxın, buradan daha çox, deməli bir neçə düstur elə enerji ilə bağlı düsturlardır. Məsələn, M bölünsün K. M bölünsün K nədir? Elektrolizə sərf olunan elektrik sahəsinin enerjisi. Sonra 19'da M bölünsün W'dur. Yine burada W'nun yerine biz M, U bölünsün K yazsak, K çıkacak kəsrin surətinə, M ilə U'lar ixtisar gedəcək. Olacaq elektrokimyəvi ekvivalent Y variantı. Sonra 20 nömrəli testdə W vurulsun K bölünsün U. Burada yine bakın enerji düsturudur. Enerjinin yerine biz kenardan düsturu yazıram. Deməli W bərabərdir. M vurulsun U bölünsün K. Bakın W var. Deməli K var. Sonra nə var? Burada U da var. Deməli qalır yerdə nə? Kütlə. Baxaq hansı variantdadır? D variantında. Sonra 21 nömrəli test. Elektroliz zamanı sərf olunan enerji hansı ifadə ilə təyin olur? Baxın C variantı. M vurulsun U bölünsün K. Sonra baxaq 22 nömrəli testdə. Deməli 22 nömrəli testdə burada oxuyuruq testi, mütləq mötərizənin içərisində olan kəmiyyətləri oxumanız vacibdir. P burada güc, K elektrokimyəvi ekvivalent, T zaman M kütlə. Burada en birinci gəlin kütləni əvəz edəcəksiniz. Hansı düsturdan? Deməli M, yəni bunları yazaq, K'nın kvadratı, T'nin kvadratı. M bərabərdir K Q, Q'nun da yerinə I vur T yazırıq. Onda alacaqsınız K'nın kvadratı, cərəyan şiddətin kvadratı, bir də zamanın kvadratı. K kvadratı T kvadratı gedir. Qalır güc bölünsün cərəyan şiddətinin kvadratı. Və elektrik bəslində də gücün belə bir düsturu var idi. I kvadratı vur R. Məxrəcdə də I kvadratı R, I kvadratlar getdi, qaldı R. R nədir? Müqavimət. Doğru cavabımız Y variantı. Sonra 23 nömrəli testdə M'in kvadratı vur R, K'nın kvadratı, T'nin kvadratı. Deməli burada biz baxın. Deməli M'in kvadratı, K'nın kvadratı, T kvadratı bizə i'ni verəcəkdir. Onu alacaqsınız ki, i'nin kvadratı vurulsun R, I kvadratı vur R'də nə verir? Gücü verir. Yəni burada M'in yerinə baxın, kütləni siz K, I vurulsun T düsturundan əvəz edəcəksiniz. Amma nə formada? Burada kvadrat olduğuna görə kvadrat şəklində. Onda K kvadratı T kvadratı gedir. Qalır I kvadratı R. I kvadratı da elektrik cərəyanı nədir? Gücüdür. Baxaq 24 nömrəli testdən. Deməli 24 nömrəli test qrafikdən ibarətdir. Hansı qrafik elektrokimyəvi ekvivalentin elektrolitdən keçən yükün miqdarından asılı. Elektrolitdən keçən, deməli elektrokimyəvi ekvivalent, baxın, Q'dən asılı deyil. Məsələn, burada M'də dayana bilər, burada U da dayana bilər, I də, zaman da. Yəni elektrokimyəvi ekvivalent bu kəmiyyətlərdən asılı deyil. Sonra 25 nömrə testdə elektrolit məhlulda, deməli Q yükü keçdikdə elektrod üzərində ayrılan maddənin kütləsi M'dir. İndidir ki, yükün miqdarı 2 dəfə artdı. Yükün miqdarı 2 dəfə artanda kütlənin miqdarı da 2 dəfə artacaq. Yəni M bərabərdir K vurulsun Q. Yəni K'nın burada sabit qiymətində. Çünki eyni maddədən söhbət gedir. M də Q ilə düz mütənasibdir. Eyni ilə 26 nömrəli testdə oxşar tipli testi. Sadəcə burada Q'nun qiymətini 2 dəfə azaldır. Q'nun qiyməti 2 dəfə azalanda kütlənin qiyməti də 2 dəfə azalacaq. 27 nömrəli test. Mis kuporusu məhlulundan elektrik cərəyanı keçdikdə katodda mis ayrılır. Bu elektroliz hadisəsidir. Yəni elektrod üzərində maddə toplanır. Cavab olur Y variantı. 28 nömrəli testdə deməli kütlənin cərəyan şiddətindən asılı qrafik verilir və elektrokimyəvi ekvivalent hansında böyükdür. Düsturu yazandan sonra, məsələn, düstura görə bilirik ki, kütlə cərəyan şiddəti ilə düz mütənasibdir. Buradan düz xətlər keçirirsiniz. Hər bir nöqtədən, baxın, belə bir düz xətlər keçiririk. Və düsturdan da M bərabərdir K vurulsun Q. Q'nun da yerinə I vurulsun T yazırıq. Buradan K'nı tapırsınız. K bərabərdir M bölünsün I vurulsun T. Və qrafikdən kütləni cərəyan şiddətinə bölsək bizə verəcək tangens alfa. Alırıq tangens alfa bölünsün T. Deməli K burada tangens alfa ilə nədir? Düz mütənasib götürsək, deməli ən böyük bucaq bir nöqtəsinə düşür. Onda ən böyük elektrokimyəvi ekvivalent də bir nöqtəsinə uyğundur. Sonra 29
Deməli, elektrolit məhlulundan elektrik cərəyanı keçdikdə hansı hadisə baş verir? Məhluldan elektrik cərəyanı keçdikdə maddə və yük daşınır. Deməli, maddənin daşınması. Doğru cavabımız B variantı. Baxaq digər testə. Məsələn, 30 nömrəli testdə. Elektrolitdən elektrik cərəyanı keçdikdə hansı hadisə baş verir? Elektrolitdən elektrik cərəyanı keçdikdə indi də burada olacaq elektrik yükünün daşınma hadisəsi. Sonra 31 nömrəli testdə. 31 nömrəli testdə deməli göydaş məhlulunun elektrolizindən cərəyan şiddətinin zamandan asılı qrafik verilmişdir. Və bizdə katodda 40 saniyə ərzində nə qədər mis ayrılır? Deməli, ayrılan misin kütləsi soruşur. Düstur olaraq yazırıq M bərabərdir KQ. Q'nun da yerinə I vur T. Baxın, burada I vur T'ni biz qrafikdən tapmalıyıq. I vur T hasil təşkil etdiyinə görə qrafikdəki fiqurun sahəsi ilə tapılmalıdır. Və qrafikdə fiqurun sahəsi nə cür tapılır? Baxın, bu düz xəttin altında alt hissəsini rəngləyirik. Birinci rübdə alt hissəsini, əgər dördüncü rübdə olsa üst hissə həmişə rənglənir. Deməli, alt hissəni rənglədikdən sonra burada bir üçbucaq alındı. Deməli, I vur T üçbucağın sahəsindən olacaq I vur T bölü 2. İndi qiymətləri yerinə yazaq. Deməli, K-nın qiyməti 0-dan %33. Cərəyan şiddətinin qiyməti burada 3. Sonra zamanın qiyməti, yəni bir tərəfi 40. Bölürük nədir? 2-yə. Bundan bunu ixtisar aparsaq burada 20 qalacaq. 0-la bu getsə, deməli 3,14 qalacaq. Buradan da biz neçə alacaq? Baxın. Burada deməli 0-dan %3. İndi qiymətləri qoyaq. Deməli, M bərabərdir. 3,3-ü nəyə vuracaqsınız? 3,3-ü vuracaqsınız 6-ya. Alacaq neçə? 19,8. Yəni 3 vur 6, 8, 1 yadda. Sonra 18, o da 19. Oradan da vergül ayırdık. Oldu 19,8. Sonra 32 nömrəli testdə də oxşar tipli testi. Burada sadəcə elektrokimyəvi ekvivalent soruşur. Yəni M bərabərdir. K vurulsun Q. Deməli, uşaqlar, burada düsturdan K-nı tapırsınız. Olur M bölünsün Q. Biz indi qrafikdə nəyi tapmalıyıq? Q-nü. Q-nü tapmaq üçün yenə i-ni T-yə vurursunuz. I-lə T yenə gedikdə hasil təşkil edir. Hasil təşkil edirsə, yəni qrafikdəki fiqurun sahəsi. 6 vurulsun 20 yazaq. 6 vurulsun 20 bölünsün nə yazırsınız? 2. Bundan bu gedəcəksə burada 10. 6-nı da 10-a vursaq nə alırıq? 60. Və buraya yazaq. Deməli, 10,8-i bölək 60-a. Hələlik buradan biz 10,8-i bölsək 60-a, deməli, alacaqsınız neçə? Baxaq, vergülü silək, bura bir 0 ataq. Deməli, onun içində 6 neçə dəfə olacaq? Bir dəfə. Sonra orada qalacaq 48, 18. Deməli, 18 bölünsün nə alırıq? 18 bölünsün 100 alırıq. 18-i də 100-ə bölsək, alacaqsınız 0-dan %18 milligram bölünsün kulon. Çünki burada milliqramdır. Aydın oldu. Sonra keçək 33 nömrəli testə. 33 nömrəli testdə elektrolit məhlullar olan vannalar ardıcıl birləşdirilmişdir. Birinci vannada natri xlor, digərində isə gümüş məhlulu vardı. Elektroliz zamanı birinci vannada ayrılan kütlə verilib və deyir ki, ikinci vannadakı gümüşün kütləsini hesablayın. Bunun üçün kütlə ilə molyar kütlə arasında əlaqə qurmalı. Yəni 1 bölünsün Y vurulsun Na, vurulsun molyar kütlə bölünsün nə yazırıq? Valentlik. Buradan da yazırsınız I vurulsun T. Ardıcı birləşib İ'lər eynidir. Buradan da kütlə molyar kütlə ilə düz mütənasibdir. İkinci vannada kütləni soruşduğuna görə tənasübü ikinci vanna ilə başlayır. Yəni M2 bölü M1 bərabərdir. Molyar 2 bölünsün nə yazırsınız? Molyar 1. Buradan da M2-ni tapaq. Deməli M2 bərabərdir. Molyar 2. Molyar 2 dediyimiz burada deməli gümüşündür. Yəni bunları gümüş indeksi də qoya bilər. Baxın, buna natrium yazaq, buna A gümüş yazaq ya da gümüş yazaq elə. Burada gümüş yazaq, burada natriumu yazaq. Deməli, gümüşü bizə neçə verilib? Gümüşü verib 108. Bax, yazdıq 108. Natriumun birinci vannada natriumdur. Natriumun kütləsini verib 11,5. Məxrəcdə də neçə olacaq? Məxrəcdə də 23. Deməli, vergili surəti və məxrəci 10-a vursaq, burada olacaq 230. 115 ilə 230 ixtisar gedəcək. Burada qalacaq 2. 108-i də 2-yə bölsəz alacaq neçə? 54 qram. Sonra baxaq 34 nömrəli testdə. 34 nömrəli test enerji ilə bağlıdır. Məsələn, burada U-nu verib, sonra kütləni verib, K-nı verib, bir sərf olunan enerji. Yəni, bundan əvvəlkində biz həmin düsturdan çox istifadə etdik. Deməli, W bərabərdir. M-i bölünsün nədir? K.
Buradan qiymətləri yerinə qoyub məsələni həll edəcəksiniz. Sonra 35 nömrəli testdə vahidlərlə bağlı testi. Kilogram vurulsun 10 bölünsün volt vur saniyə. Burada ohmu açacaqsınız. Birinci ohmu açacaqsınız neynə? Deməli kilogram vur. Ohmu açırı volt bölünsün amper. Amper düşdü məxrəcə. Məxrəcdə volt vurulsun saniyə var. Burada uşaqlar voltlar gedir. Amper vur saniyə bizə kulonu verir. Alırıq kilogram bölünsün kulon. Kilogram bölünsün kulon nəyin vahididir? Elektrokimyəvi ekvivalentdir. D variantı. Baxaq 36 nömrəli testdə. Deməli volt vurulsun saniyənin kvadratı bölünsün nə yazırıq? Metrin kvadratı. Burada voltu açacaqsa volt gərginliyin vahidi olduğuna görə gərginlik U bərabərdə A bölgü düsturundan yəni vahidə gətirmək üçün istifadə edirik. A-nı yerinə yazırsınız. Joule bölünsün kulon. Baxın joule bölünsün kulon. Metrin kvadratı vurulsun saniyənin kvadratı. Və buradan da joule açırsınız. Artıq joule biz sırf beynəlxalq sistemin vahidləri ilə açacaq. Bu da kinetik enerjinin düsturudur. Kilogram vurulsun metrin kvadratı böl saniyənin kvadratı. Surətdə saniyənin kvadratı var. Məxrəcdə də kulon vurulsun metrin kvadratı var. Metr kvadratları saniyə kvadratları getdi. Qaldı kilogram bölünsün kulon. O da oldu nədir? Elektrokimyəvi ekvivalent. Sonra 37 nömrəli testdə farad vurulsun volt. Baxın bura. Kilogram farad vurulsun volt. Gəlin əvvəlcə diqqətli ol. Farad vurulsun volt. Yəni C vurulsun U. C vurulsun U tutumun düsturundan bizə Q-nü verir. Q-nün də vahidi kulondur. Yəni kilogram bölünsün kulon. Düstura çevirdi. Yəni M bölgü olur. Elektrokimyəvi ekvivalent. Y variantı. 38 nömrəli testdə deməli kilogram vurulsun volt. Bölünsün nədir? Joule. Burada joule açacaqsınız. İndi baxın. Joule volta uyğun. Yəni U bərabərdir A bölgü düsturundan. A bərabərdir Q vurulsun U. Yəni kulon vurulsun volt. Burada da kilogram var. Burada da volt var. Yəni voltlar getdi. Qaldı nədir? Elektrokimyəvi ekvivalent. Demək olar ki, burada elə axıra qədər elektrokimyəvi ekvivalent gedir. Sadəcə biraz diqqətli olmamız lazımdır ki, yəni uyğun seçim edək ki, hansı düstura görə, məsələn, biz joule açırıq. Məsələn, burada görürsünüz ki, uşaqlar, joule vurulsun saniyənin kvadratı, bölünsün kulon vurulsun metrin kvadratıdır. Deməli, biz burada nəyi açmalı? Joule. Baxın, biz joule açacaq sırf beynəlxalq sistemin vahidləri ilə. Çünki burada saniyə kvadratı, metr kvadratı görürük. Onda alırıq kilogram vur. Metrin kvadratı bölünsün saniyənin kvadratı. Burada saniyənin kvadratı. Məxrəcdə kulon vurulsun. Nə var? Metrin kvadratı. Saniyə kvadratı ilə saniyə kvadratı getdi. Metr kvadratı, metr kvadratı. Qaldı kilogram bölünsün kulon. Kilogram bölünsün kulon nədir? Elektrokimyəvi ekvivalent. Sonra baxaq 40 nömrəli testdə. Kilogram vurulsun watt. Baxın, kilogram vurulsun watt. Amper. Bu da joule'dur. Burada joule bizə elə watt vur saniyəni verir. Yəni gücün düsturundan A-nı tapanda deməli joule'un yerinə yazarıq. Deməli joule'un yerinə yazırıq. Watt vurulsun saniyə. Burada da kilogram vurulsun watt var. Wattlar iksar getdi. Amper vur saniyə. Bu da kulon elektrokimyəvi ekvivalent. Eyni ilə 41 nömrəli testdə kilogram vurulsun amper. Ohmu açırıq volt bölünsün amperlə. Yəni volt R bərabərdir U böl I düsturu. Yəni hər dəfə düsturu da özünüzə yazın ki, yadınızda təkrar qalsın. Sonra məxrəcdə joule var. Joule da deyirsiniz ki, kulon vurulsun volt. Yəni A bərabərdir Q vurulsun U düsturu. Voltlar getdi, amperlər getdi, kilogram bölünsün kulon oldu. Elektrokimyəvi ekvivalent D variantı. Keçək növbəti səhifəmizdə. Növbəti səhifədə də müqayisə tipli bir test verilib. Elektroliz zamanı elektrolitdən keçən cərəyanın şiddətini 6 dəfə artırıb, cərəyanın keçmə müddətini 2 dəfə azaltsa, elektrodda ayrılan maddənin kütləsi. Yəni M bərabərdir KQ, Q'nün də yerinə IT yazılır. Buradan baxaq. Cərəyan şiddətini 6 dəfə azaltdılar, yəni böl 6. Yükün maddəni 6 dəfə artırdılar daha doğrusu. Cərəyan şiddətini 6 dəfə artırdılar. Cərəyanın keçmə müddətini isə 2 dəfə azaltdılar. Bölü 2, 6 ilə 2 qısar gedir. Burada alırıq 3K IT. Bu deməkdir ki, kütlənin qiyməti 3 dəfə artdı. Doğru cavab B variantı. Sonra 43 nömrəli testdən elektroliz zamanı
Elektrolitdən keçən cərəyanın şiddətini 4 dəfə azaldıb, keçmə müddətini 2 dəfə artırsaq, maddənin kütləsi necə dəyişir? Yenə yazırıq, M bərabərdir K vurulsun E vurulsun T. Cərəyan şiddətini 4 dəfə azaltdılar. Yazdıq, böl 4. Zamanı isə 2 dəfə artırdılar. Onda biz aldıq ki, KIT bölünsün 2. Bu isə o deməkdir ki, baxın, yükün kütləsi 2 dəfə azaldı. Doğru cavab A variantı. Sonra 44 nömrəli test qrafikin qurulmasıdır. Enerji düsturundan istifadə edəcəksiniz yenə. Yəni W bərabərdir M vurulsun U bölünsün K. Burada M-lə, deməli M W ilə düz mütənasibdir. Doğru cavabımız olur. Hansı variant? B variantı. 45-46 nömrəli testdə isə deməli hansı ifadə doğrudur? Temperatur azalanda. Temperatur azalanda yarım keçiricinin müqaməti artır. Bu doğrudur. Çünki bilirik ki, yarım keçiricilərdə müqamət temperaturla tərs mütənasibdir. Baxın, hiperbola. Buradadır ki, temperatur azaldı. İstiqaməti qoydunuz. Temperatur azalanda yarım keçiricinin müqaməti artır. Sonra metalın müqaməti azalır. Bəli, bu da doğrudur. Çünki metalın müqaməti temperaturla düz mütənasibdir. Bura R yazırsınız, bura T yazır. İndi ki, temperatur azaldı. Deməli, o da azaldı. Elektrolitin müqaməti azaldı. Xeyr, elektrolitlərin müqaməti temperaturla tərs mütənasibdir. Elektrolitlər üçün baxın, qrafiki belə vururuq. R-in T-dən asılı qrafiki. Baxın, bu şəkildə. Əgər temperatur azalırsa, onda müqamət nə olmalıdır? Artmalıdır. Bu isə səhvdir. Doğru cavabımız olacaq 1, 2, A variantı. 46 nömrəli testdə temperatur artanda yarım keçiricinin müqaməti azalır. Düzdür, yarım keçiriciləri qızdırdıqda temperatur artanda müqamət azalır. Temperatur artanda metalın müqaməti artır, bu da düzdür. Amma elektrolitin müqaməti azalmalıdır. Burada isə yazıb artır. Deməli, doğru cavabımız 1, 2, D variantı. Sonra 47 nömrəli testdə elektroliz prosesində katodda ayrılan maddə miqdarının məhluldan keçən cərəyan şiddətindən asılı qrafiki hansıdır? Bu da olacaq nədir? Deməli, maddə miqdarı ilə düstur arasında əlaqə. M bərabərdir K, Q-nin yerinə də yazırıq, I vur T. M-in yerinə nü vurulsun, malyar yazırsınız. Burada da K, I vurulsun, nə yazdıq? T. Nü burada I ilə düz mütənasibə, doğru cavabımız olacaq D variantı. Sonra 48 nömrəli test. Elektroliz prosesində tez zaman fasiləsində katodda ayrılan metalın maddə miqdarı nü, malyar kütləsi M, elektrokimyəvi ekvivalenti K, məhluldan keçən cərəyan şiddəti hansı ifadə ilə təmin olunur? Qeyd edək ki, baxın, mən ümumi düsturu yazacağım. Deməli, 48, 49, 50, hətta 51. Deməli, 4 testin 4'ü də bizdə. Baxın, ümumi düstur olaraq M bərabərdir. Deməli, K vurulsun Q, Q'nün də yerinə yazırsınız, I vurulsun T. Buradan M-in yerinə maddə miqdarının düsturundan, yəni molekulyar fizikada keçmiş ki, nü bərabərdir, kiçik M bölünsün, böyük M. Buradan M-i tapırsınız, deməli, nü vurulsun M, burada da K vurulsun, I vurulsun T. Baxın, buradan ta ki 48-dən, deyəsən 51-ə qədər olan bütün testlər bu düstur üzərində qurulub. Məsələn, 48 nömrəli testdədir ki, cərəyan şiddətini tap. Bu düsturdan cərəyan şiddətini tapanda, nü vurulsun, malyarı böləcəksiniz, K vurulsun, T'yi alacaqsınız, hansı variant? B variantı. 49 nömrədə, baxın, cərəyan şiddəti, zaman, maddə miqdarı, malyar kütlə, soruşur elektrokimyəvi ekvivalent. Düsturdan K-nı tapırsınız, K-nı tapanda nü vurulsun M-i, I vurulsun T'yə bölürsünüz. Baxın, nü vurulsun M, bölünsün I vur T, olur hansı variant? A variantı. Deməli, bunlar, yenə deyirəm, qeyd edirəm, baxın. 50 də, 51 də eyni düsturlar, yəni bu düstur üzərində qurulmuş testlərdir. Keçək növbəti səhifədə. Deməli, 52 nömrəli testdə elektrolit məhlulu qızdırdıqda və ya soyutduqda Euler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Deməli, birinci gəlir qızdırdıqda. Qızdırdıqda cərəyan temperaturu artır, ampermetrin göstərişi artır. Onu bura yazırsınız. Sonra qızdırdıqda voltmetrin göstərişi azalacaq hansı düstura görə? Yəni U bərabərdir. Epsilon çıxılsın IR düsturuna görə. Məsələn, qızdırdıqda U azalır. Amma burada yazıb ki, voltmetrin göstərişi artır. Bu soyutduqdadır. Onu baxın, buraya yazacaqsınız. Çünki deməli, soyutduqda cərəyan şiddəti azalır. Cərəyan şiddəti azalanda voltmetrin göstərişi artacaq. 2 bura.
Sonra vahid zamanda elektrod üzərində ayrılan maddənin kütləsi daha çox olur. Deməli, qızdırdıqda 3'ü bura yazdıq. Elektrokimyəvi ekvivalentin qiyməti dəyişməz. 4'ü də bura. Deməli, 1, 3, 1, 3, 2, 1 də 4. Doğru cavabımız oldu. D variantı. Sonra baxaq, 53 nömrə test açar sözlərdir. Məsələn, elektrik cərəyanı keçirən məhlullar, baxın, elektrik cərəyanı keçirən məhlullar nə adlanır? Elektrolitlər adlanır. Bura 5'i yazıq. Deməli, 5 ilə başlayan varianta baxın. 1 Y variantıdır, bir də C variantı. Deməli, bu maddələrdə elektrik cərəyanı, baxın, elektrik cərəyanı müsbət və mənfi iyonların nizamlı hərəkətidir. Müsbət mənfi iyon nizamlı hərəkəti 4'ü bura yazıq. Elə bundan da cavab çıxdı. Doğru cavabımız C variantı. Sonra 54 nömrəli testdə deməli, Venn diaqramıdır. Gəlin kənara bu tərəfdə qeyd edək, çünki cavab yuxarı hissədə yerləşir. Deməli, elektrolitlərdən və metallar. Qızdırıldıqda müqaməti artır. Qızdırıldıqda müqaməti artan, bura 2'ni yazaq, burada 3'ü yazaq, oxşarlıq. Qızdırıldıqda müqaməti artan bu metallardır. Deməli, biri bura yazdıq. Metalın müqaməti artır. Qızdırıldıqda müqaməti azalır, elektrolitlərdir. Sərbəst yük daşıyıcıları dissosiasiya nəticəsində yaranan müsbət mənfi iyonlardır. Bu da elektrolitlərdir. Keçək digər hissəyə. Baxın, burada nə verilib? Ardı qarşı tərəfdədir. Sonra elektrik cərəyanı keçdikdə istilik miqdarı ayrılır. Bu hər ikisinə aid. 4'ü bura yazırıq. Yük daşıyıcıları sərbəst elektronlardır. Bu da metalıdır. Deməli, 2, 3, 2, 3, 1, 5, bu da 4. A variantı. Baxaq 55 nömrəli testdə. Deməli, dövrəyə qoşulmuş elektrolitdən keçən cərəyan şiddətinin qiyməti nəyə bərabərdir? Baxırıq. Deməli, burada müqamət, ümumiyyətlə burada dövrədə keçən cərəyan şiddətini 4 amper verib. Bura bir metal naqil qoşulub, rezistor, bir də elektrolitik vanna. Elektrolitik vannanın da öz müqaməti var. Onlar ardıcı birləşdiyinə görə dövrədə keçən cərəyan şiddəti hər ikisində eynidir. Cavab olacaq 4 amper. Baxaq 56 nömrəli testdə. Deməli, dövrəyə qoşulmuş volt ampermetrin göstərişini müəyyən edir. İndi baxın bura. Deməli, elektrolitdən gələn cərəyan şiddətini verib. Ümumi gərginlik 100 voltdur. Baxın, bu ampermetrin göstərişini. Deməli, A ampermetrindən cərəyan bu hissəyə gələndə 5 amper bura keçibsə, baxın, sonra cərəyan şiddəti budaqlanıb. Müəyyən qədəri də bu hissəyə keçib. Ona görə ümumi cərəyan şiddəti, baxın, ümumi cərəyan şiddəti metalındakı cərəyan şiddəti ilə, yəni R müqamətli naqilə keçən, yəni R metala keçən rezistordakı cərəyan şiddəti ilə elektrolitdəki cərəyan şiddətinin cəmidir. Elektrolitdəki cərəyan şiddətini bizə 5 verib. İndi bizə lazımdır ki, metalın cərəyan şiddəti, metaldan keçən cərəyan şiddətini tapaq. Baxırıq, elektrolitik, deməli, metal rezistorla elektrolitik vanna ardıcıl birləşdiyinə görə U-ları bərabərdir və bu U da mənbəyin U-sudur, elə U. İndi biz nə edəcək? Kənarda onda metaldan keçən cərəyan şiddətini tapacaqsınız. Deməli, U bölünsün R. U-nun qiymətini bizə 100 verib, bura yazırsınız 100, R-in qiymətini də 50 verib. 100'ü 50'yə böləndə neçə alacaqsınız? 2. İndi gətirib 2'ni də bura yazırsınız. 2 üstə gəl 5, alırıq neçə? Alırıq 7 amper. Doğru cavabımız olur D variantı. Baxaq 57 nömrəli testdə. Deməli, burada bizə verilib məhlul, deməli, məhlul verilib 3 eyni elektrolitik vanna sxemdə göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. A vannasında katod üzərində ayrılan maddənin kütləsi M-dir. Deməli, kənara qeyd edək. A vannasında ayrılan maddənin kütləsi M-dir. Bütün vannalarda katod üzərində ayrılan misin kütləsini müəyyən edir. İndi baxırıq. Bütün vannalar deyəndə gəlin bura B vannası yazaq, burada C vannası. Onu biz yazırıq. Ümumi vannalarda ayrılan misin kütləsi A vannası üstəgəl, B vannası üstəgəl nə yazırıq? C vannası. Burada da A vannasını M verir. İndi diqqətlə baxın. A vannasından baxın, buradan cərəyan gəlib, neçə yerə budaqlandı? 2 yerə budaqlandı. Onda A vannasındakı cərəyan şiddəti, A vannasındakı cərəyan şiddəti, B və C vannalarındakı cərəyan şiddəti nəyindən ibarətdir? Cəmindən ibarətdir. Elektrokimyəvi, deməli, toplanan maddənin kütləsi üçün düsturdan da kütlə burada M bərabərdir K, I, T. Kütlə burada I ilə düz mütənasibdir. Onda deməli, A vannasındakı kütlə B və C vannasındakı kütlələrin cəmindən ibarətdir.
Bəs B vannalarında da eyni maddə oldu. Onlar paralel birləşdiyinə görə U'ları da eynidir. Bu deməkdir ki, həmin vannalardakı kütlələr də bərabər. Deməli, B nəyə bərabərdir? C-yə. Onda biz bura nə yaza bilərik? 2B yaza bilərik. Və hətta ki, artıq biz bildik ki, bunlar bərabərdir. Və onda B ilə C-yə elə birbaşa bura nə yaza bilərik? B ilə C-yə birbaşa, yəni elə MA yaza bilərik. Onda biz burada nə alacaq? Alacaq burada 2MA. 2MA. M-i də bizə nə verib? Elə M verib. Onu da alırıq 2M. Deməli, ümumi vannalarda toplanan kütlə nə oldu? 2M. Yəni, məsələn, burada A-dan gələn kütlənin eyni vannalar olduğuna görə A'dan B vannasındakı, yəni B-yə bizə, baxın B-yə kütlənin hansı hissəsi ümumini, yəni MA-nın hansı hissəsi gedib? MA-nın gedib yarısı. Eyni ilə də C vannasından da MA-nın hansı hissəsi gedib? Orada yarısı gedib. M-i də M bölü 2 verir. Baxın M bölü 2. Burada yazırsınız M bölü 2. Ona görə biz ümumi kütlə tapanda MA-nı M verib. B-ni tapdıq M bölü 2. C-ni də tapdıq, yenə M bölü 2. İndi mən burada belə yazdım. Bu formada da yaza bilərsiniz. Neçə M alırıq? Alırıq burada 2M. Keçək 58 nömrəli testə. 58 nömrəli testdə deməli, mis məhlulu üçün 3 eyni elektrolitik vanna, yəni üçündə də mis məhluldur. Mis məhlulsa deməli, üçündə də müqamətlər eynidir. Sabit gərginlik mənbəyinə qoşulmuşdur. Bütün vannalarda katod üzərində ayrılan misin kütləsi 4M-dir. Deməli, ümumi kütləni verib bizə. Deməli, ümumi kütlə A vannasındakı kütlə ilə üstəgəl B vannasındakı kütlə, üstəgəl burada nə yazırıq? C vannasındakı kütlə nəyindən ibarətdir? Cəmindən ibarətdir. Deməli, ümumi kütləyə bura 4 yazacaqsınız. Yəni, 4M bərabərdir. MA üstəgəl MB üstəgəl burada nə yazacaqsınız? MC. İndi A vannasından gəlir. Yenə eyni vannalar olduğuna görə A-da gələn kütlə B və C-nin kütləsinin nəyindən ibarətdir? Cəmindən ibarətdir. Yəni, A-dan gələn kütlə bərabərdir. B üstəgəl nədir? C. Yəni, nəyə əsaslandırırıq? Baxın, A vannasındakı cərəyan şiddəti. İndi, məsələn, cərəyan müsbətdən mənfiyə gedirsə, baxın, burada gəlib 2 yerə budaqlandı. Sonra gəldi, baxın, bu naqildən, bu vannadan keçdi. Onda A vannasına gələn cərəyan şiddəti B və C vannalarındakı cərəyan şiddətlərinin nədir? Ümumi cəmidir. B və C-nin nəyindən ibarətdir? B və C-nin cəmindən ibarətdir. Burada da eyni vannalar olduğuna görə, deməli, A ilə B-nin elə cərəyan şiddətləri nə olacaq? Bərabər olacaq. Ona görə biz elə birbaşa B ilə C-nin yerinə baxın, elə bu düstura MA yaza bilərsiniz. Buradan alası 4M bərabərdir. MA üstəgəl buna da MA yazırıq. Onda burada alırıq 2MA. Buradan da MA-nı tapırsınız. Deməli, MA bərabərdir. 4M bölünsün 2. Buradan da alırsınız 2M. Deməli, A vannasındakı misin kütləsi neçə-m'dir? A vannasındakı misin kütləsi 2M'dir. Sonra keçək digər testə, 59 nömrəli testə. Deməli, mis kuporusu məhlulu olan 2 elektrolitik vannanın elektrodları arasında gərginliklər verilib. Sonra eyni qədər enerji sərf olunur. Bura qeyd edək. Deməli, düsturu seçməliyik. Enerjilər eynidir. Sonra vannalardan ayrılan misin kütlələri arasında hansı münasibət doğrudur? Biz düstur olaraq enerji düsturunu götürürük. W bərabərdir M vurulsun, bölünsün K. Deməli, hər ikisində mis kuporusudursa, deməli, K da eynidir. Düsturdan kütləni tapırsınız, deməli, M bərabərdir. W vurulsun K, bölünsün U. Və bu düstura görə M U-la nədir? Tərs mütənasibdir. Bizdə də ikinci vannadakını soruşur. Tənasüb də qurub yaza bilərik. İndi gəlin tənasüb quraq. Məsələn, yazırıq nə? Elə buradan yazım. Deməli, M2-ni tapmalıyıq. M2 bölünsün M1 bərabərdir. Burada yazacaqsınız nədir? U1 bölünsün U2. Tərs mütənasibdir. Buradan da yazaq. Deməli, U1 U'dur. U2 də nədir? 2U'dur. Buradan U'lar ixtisar gedəcək. Və buradan alacaqsınız ki, M2 bərabərdir. M1 bölünsün 2. M2 bərabərdir B variantı. Sonra 60 nömrəli testdən elektrolitlərdə elektrik cərəyanını hansı elektrolitlərdə elektrik cərəyanını yaradır? Müsbət mənfi iyonlar. Sonra 61, 62, 63.
Deməli, bunlar oxşar tipli testlərdir. Oxşar tipli testlər deyəndə onlar üçün ümumi bir düsturumuz olacaq. Bizim o düsturumuz da nədir? Elektrolitdən ayrılan maddənin kütləsi. Deməli, M bərabərdir K vurulsun Q. Məsələn, 61 nömrəli testdə elə kütləni soruşur. Baxın, yükü verib, K-nı verib. Nə edəcəksiniz? Vuracaqsınız. Yəni, 200-ü, yükün qiymətini vuracaqsınız elektrokimyəvi ekvivalentə. Cavab qramla getməlidir. Bax, biraz burada nəsə çətinlik ola bilər ki, burada milliqramı çevirəcək. Milli. Milli də 10 üstü mənfi 3 deməkdir. Yazaq 0,5 vurulsun. 10 üstü mənfi 3. Artıq cavab qramdan qalacaq. Buradan nə edək biz? Deməli, bu 0 bu vergülü silsin. Deməli, 20-ni 5'ə vurursunuz. Burada alırsınız 100. 100 də 10 üstü neçədir? 2. Burada 10 üstü nə var? Mənfi 3. Deməli, bizdə qalır. Baxın, qalır 10 üstü mənfi 1 qram. 10 üstü mənfi 1 qram da neçədir? 0,1 qram. Sonra 62 nömrəli testdə deyir ki, elə kütləni tap, elə milliqramdan da. Yəni, M bərabərdir K2 düsturunu yazırsınız. K-nın qiymətini verib 0,9. Q-nü də 100 verib. Alacaqsınız neçə? 9 milliqram. Baxın, burada artıq çevirməyə ehtiyac yoxdur. Belə məsələlərdə diqqətli olun. Sadə məsələdir, amma çevirmələrində diqqətli olmalısınız. Sonra 63 nömrəli testdə kütləni verib, K-nı verib, yenə çevirməyə ehtiyac yoxdur. Yükü soruşur, cavab da klonla gedəcək. Düsturdan K-nı tapırsınız. K-nı tapanda M-i Q-yə bölürsünüz. Burada kütləni verib bizə 9, K-nın qiymətində 0,9. Kəsrin surəti və məxrəcini 100-ə vurursunuz. 9 ilə 9 getdi. Burada aldıq neçə? 100, bir dəqiqə. Bura K yazmalıyam. Bir dəqiqə. Bura isə Q-nü soruşur bizdən. K. Deməli, M-i nəyə bölürsünüz? M-i bölürsünüz K-ya. Alırıq neçə? 100 kulon. Sonuna baxaq 64 nömrəli testdən. Deməli, dövrəyə qoşulmuş elektrolitin müqavimətini ohmla hesablayın. Dövrəyə baxırsınız ki, deməli, bir metal rezistor qoşulur, bir də elektrolitdir ki, elektrolitin müqavimətini hesablayın. Ümumi gərginlik verir və ümumi cərəyan şiddəti verir. Deməli, ümumi cərəyan şiddəti ümumi gərginliyin, baxın, bu iki müqavimətin cəminə nisbətidir. Yəni, metalın müqaviməti ilə üstəgəl elektrolitin müqaviməti. Və buradan da elektrolitin müqavimətini tapacaqsınız. Deməli, gəlin belə. Deməli, I vurulsun, mötərizə açırıq. RM, üstəgəl nə yazırsınız? RY, bərabər nəyə? U-ya. Cərəyan şiddətinin qiymətini bizə 5 verib, sonra bunu 30 verib, üstəgəl elektrolitin müqaviməti bərabərdir, mötərizə açıq, bağlayaq, burada 220. Hər tərəfi 5'ə bölsək, deməli, burada neçə qalacaq? Burada qalacaq 44. Buradan da 30 üstəgəl elektrolit bərabərdir 44-də. 30-dan da 44'ü çıxanda alacaqsınız neçə? 14 ohm. Qarda aldıq 14 ohm. Sonra baxaq digər testdə. Deməli, 65 nömrəli test, baxın, enerji ilə bağlı bundan əvvəl işlədiyimiz testin oxşarıdır. Deməli, mis kuporusu məhlulu olan, hər ikisində mis kuporusu var. İki elektrolitik vannanın elektrodları arasında gərginliklər verilmişdir. Eyni qədər enerji sərf olunduqda, birinci vannada 0,8 mis, deyir ki, ikinci vannada neçə kilogram mis ayrılar. Buradan alırıq M bərabərdə K vurulsun Q. Baxın, K vurulsun Q, daha doğrusu enerji düsturunu seçməliyim bir dəqiqə. Deməli, W bərabərdir. M vurulsun U bölünsün K düsturunu seçirik. Düsturdan kütləni tapırsınız, yenə kütlə bərabərdir. W-nu K-ya vurub U-ya bölürsünüz. M burada U-la tərs mütənasibdir. Deyir ki, ikinci vannadakı kütləni tap. Onda yazırsınız ki, M2 bölünsün M1 bərabərdir. U1 bölünsün U2. Buradan da M2 bərabərdir. U1'miz neçədir? U1'miz U'dur. M1'miz 0,8'dir. Burada da U2. U2 də neçə U'dur? 2 U'dur. U'lar əksar getdi. 0,8'i 2'yə böləndə alacaqsınız neçə? 0,4 kilogram. Qutardı. Keçək 60 neçə nömrə? 66 nömrəli testdə oxşar tipli testi. Yəni, eyni qədər enerji sərf olunur. Birinci vannada 0,6 kilogram. Deyir, indi ikinci vannada. Baxırsınız, qeyd edirsiniz düsturu. Deməli, M bərabərdir. W vurulsun K bölünsün U düsturu. M ondan tərs mütənasibdir. İkinci vannadakı gərginlik birincidən 3 dəfə çox olduğuna görə kütlə 3 dəfə az olacaq. Ona görə 0,6'nı 3'ə böləcəksiniz. Alacaqsınız neçə? 0,2.
Nəhayət 67 nömrəli testə baxırıq. Deməli 67 nömrəli testdə nə verilib? Dövrəyə qoşulmuş deyir elektrolitin müqavimətini tap. Yəni buna yazaq elektrolit, buna da metal yazaq. Onlar paralel birləşib. Bu zaman ümumi dövrə üçün cərəyan işlətinin düsturunu yazırıq. Axı ümumi cərəyan işləti bir də gərginlik verib. Deməli U bölünsün. Paralel birləşdiyinə görə metalın müqaviməti üstə vurulsun elektrolitin müqaviməti, məxrəcdə də bir dəqiqə. Məxrəcdə elektrolitin müqaviməti ilə metalın müqavimətini toplayırsınız. Metalın müqaviməti, üstə gələn yazırsınız elektrolitin müqaviməti. Buradan bölsək belə bir düstur ala bilərik. Elə I, buradan yazaq. Deməli U vurulsun metal, üstə gələnədir elektrolit, bölünsün M, üstə gəl, bir də, bu üstə gəl məxrəcdə vurmadır. Baxın bu. Vur elektrolit. Buradan da qiymətləri yerinə yazaq. Və hətta ki, biraz da sadələşdirək. Deməli, cərəyan şiddəti vurulsun metal, vurulsun elektrolit, U vurulsun metal, üstə gəl elektrolit. Aha, buradan qiymətlərimizi yazaq. Deməli, I-nin qiymətini bizə 6 verib, mötərizədə 50 vurulsun Y yazırsınız. Bərabərdir. U-nun qiymətini bizə 100 verib. Yenə mötərizədə 50 vurulsun. 50 üstə gəl Y yazırsınız. Deməli, buradan nə edək biz? Hər tərəfi deməli 100 bölünsün. Burada olacaq bizdə nədir? Bölsək burada deməli 50 vurulsun Y. 50 vurulsun Y bərabərdir. 100 böl 2'ye qısar aparsaq, burada olacaq 50 bölünsün deməli 3. Mötərizədə də 50 üstə gəl Y. Buradan da yenə qısarımız getsə 50'lər qısar gedəcək. 3'ü vurursunuz bura. Deməli 3 Y. Baxın 3 Y bərabərdir 50 üstə gəl Y. Buradan da elektrolitin müqavimətinə bura keçirsək alırsınız bərabərdir 50'yə. Və burada elektrolitin müqaviməti necə tapırıq? Tapırıq 25 ohm. Cavab oldu 25 ohm. Deməli, bugünlük bu qədər. Bugün biz sizinlə nəyə baxdıq? Müxtəlif mühitlərdə elektrik cərəyanı olan bölmənin testləri ilə tanış olduq. Deməli, kanala abunə olub paylaşmağı unutmayaq. Növbəti videolarda görüşərik. Sağ olun.